Bu ay əzəmətli İslam ayı, İslam təqvimində axırıncı ay hesab olunur, 12-ci ay. Bu ayın əzəməti haqqında Qur'an-ı Kərim ayələri və o cümlədən çoxlu hədislər bizlərə bu ayın fəzilətini bəyan edib. Bir çox bu ayda olan əməllərdə Allah yanında əzəmət var, Allah yanında hər bir çəkdiyimiz nəfəs, etdiyimiz ehsan və qıldığımız namazlar Allah yanında saysız, hesabsız ruzi və bərəkətlərlə inşallah mükafatlandırılacaqdır. Allah Qur'an-ı Kərimdə buyurur ki, Ali İmran surəsinin 96-cı, 97-ci ayələrində buyurur ki, həqiqətən insanlar üçün ilk ibadət evi qurulan ev hansı ki Bəkkədir, mübarək bir şəhərdir, mübarək bir yerdir və aləmləri hidayət eləyən bir yerdir. Bu ayda, bu şəhərdə, bu Zilhiccə günlərində bir çox ayələr var. Allahın yer üzərində olan rəhmət buyurduğu əməllər var ki, onların bir çox dərəcələri var. Həmçinin Bəkkədə olan məqam-ı İbrahim, İbrahim əleyhissalamın məqamında bir Allahın şəairi var. Və buyurur, hər kəs ola daxil olarsa, əmin-əmanlıqda olar və Bəkkə bir yerdir ki, insanlar üçün həcc ziyarət etmək yeridir ki, Allah üçün orada həccə gedələr. Hər kəsin ki, gücü çatır, onun üçün yol açıqdır, Məkkəyə gedə bilər. Hər kəs bu deyilən ayələrdən nəticə çıxartmasa, yüngül saysa və Allahın bu qoyduğu qanuna əməl eləməsə, o şəxs kafir sayılır. Bəs həqiqətən Allah aləmlərə ruzi verən qəni ilahidir. Peyğəmbər əleyhissalamdan bir hədis var ki, Əli əleyhissalama buyurur, ya Ali, hər kəs gücü çata, müstəti ola, müstətinin mənası budur ki, onun mal cəhətdən, maddi cəhətdən imkanı ola və o cümlədən yol açıq ola, ona heç bir problem olmaya, ona müstəti deyilər. Hər kəs, ey Əli, bu halda olsa və həcci tərk eləsə, o kafir olmuşdur. Necə ki, Həzrət Peyğəmbər əleyhissalam buyurur ki, ey Əli, Qur'an-ı Kərim buyurur ki, Allah üçün həcc eləyin və bu yolda sizin imkanınız varsa, Kəbəyə gedin, həcc eləyin. Hər kəs getməsə imkanı olduğu halda, istər dünyada olsun, istər dünyadan köçmüş olsun, qiyamətin günündə kafir hökmündə olacaqdır. Ya Əli, hər kəs həcc boynunda olduğu halda həcci icra eləməsə, qiyamətin günündə, ey Əli, o Yahudi və Nəsrani kimi məhşərə gələr.